Salam, axşamınız xeyir olsun xanımlar. Xoş gördük hər birinizi. Bu günlərin biz yenə test işləyəcək və indi biz diqqət yetirək testlərimizi oxuyuram, davam edirik. Cavablandırmaya çalışırıq. Yəni kim öz bilirsə, buyursun cavablandırsın. Cavablandıra bilməyəndə mən sizə bunu köməklik edirəm, cavablandırırıq. Deməli, birinci suala baxırıq. Deyir ki, ölkəmiz uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında. Yəni 1990-cı il 30 sentyabrda tarixli Ümumdünya Bəyannaməsi nə vaxt qoşulmuşdur? Yəni uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında bu bəyannaməsinə, yəni Ümumdünya Bəyannaməsi nə vaxt qoşulmuşdur? Biləniniz varsa deyin, yoxsa yəni mən deyəcəm. Müəllimə səslənibdir. B bəndi müəllimə 93. Hansı variantı seçdiniz? B deyirəm mən müəllimə. Yəni mən bu testi də göndərəcəm, cavablarını da göndərəcəm sizə. Siz bacardığınız qədər kənara qeyd eləyə də bilərsiniz. Yəni işləyə də bilərsiniz də. Bir zəhmət bu xanımlar biraz sonradan gördülər deyəsən linki. Deməli baxın, burada deyir ki, axşamınız xeyir. Deyir ki, uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında 90-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə nə vaxt qoşulmuşdur ölkəmiz? Yəni cümləni belə quraq da. Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında, yəni ölkəmiz deyir ki, 1990-cı il 30 sentyabr tarixli Ümumdünya Bəyannaməsinə nə vaxt qoşulmuşdur? Yəni bu bəyannaməyə nə vaxt qoşulmuşdur? Hansı variant dediniz xanım siz? Mən 93 B bəndi dedim. Bəli, bu birinci də B bəndidir, bəli. Bir dənə zəhmət görüm, yenə xanımlar varmı qəbul etməyə? Müəllimə, nəsə yazdım, B yazıldı, bilmirəm, səhv mi yazdım. Nəysə, telefonu bağlayıram, qoşuldum. Yaxşı, Məryəm xanım. Deməli, bəli, bir də B variantıdır. İkiyə baxırıq, deyir ki, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının uşaq əməyinin ən pis formasının ləğv edilməsi haqqında 182 saylı konvensiyası və eyni adlı 190 saylı tövsiyəsinə, həmçinin beynəlxalq övladlığa götürməyə dair Haqa konvensiyasına nə vaxt qoşulmuşdur? 94, 2004, 2014, 98, 2008. Burada deməli biz B variantını seçəcəyik. 2004-cü ildə bu konvensiyaya qoşulmuşdur. Burada 2-də B variantıdır. Sonra 3-ə baxırıq. Deyir ki, Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı əsas normativ sənəd hansıdır? Biraz düşünək bunun üzərində biz. E variantı ola bilər. BMT-nin Uşaq Hüquqları Konvensiyası. 3-də. Diqqət edərək, mən hər zaman belə testlər işləyən xanımlara deyirəm ki, mütləq şəkildə ilk öncə sualı başa düşməyə çalışın. Və sualı tam olaraq başa düşdükdən sonra, ondan sonra variantlara baxın. Əgər sualı tələm-tələsik oxuyub, variantlar hansıdır, nədir deyib qaçarsınızsa, siz düzgün, doğru nəticə əldə edə bilməyəcəksiniz. Burada deyir ki, Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı əsas normativ sənəd hansıdır? Siz hansı variantı dediniz? Mən B variantını deyirəm. Müəllimə Y demişdim. Yox. Amma yox, o deyil Burada müəllimə. baxın, 3-də A variantıdır. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu. Qanunu. Baxın, diqqət yetirək suala. Deyir ki, Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı əsas normativ sənəd burada digərləri ola bilməz axı. Mütləq A variantıdır burada. Uşaq hüquqları haqqında qanundur burada. Sonra 4-də keçirik. 4-də baxaq. Deyir ki, uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanunu nə zaman qəbul olunmuşdur? 1998-ci il mayın 19-unda, 1998-ci il mayın 9-unda, 1998-ci il mayın 29-unda, 99-cu il mayın 19-unda, 2008-ci il mayın 29-unda. Burada Müəllimə B variantı. B variantı.
4'te B Müəllimə, ayla seçdiniz. D-nin arasında qalmışam. Yox, B deyil burada. Baxın, diqqətli olaq. Deməli 4-də biz, 4-də də A-nı seçirik. 98-ci il. Yəni çaşdırıcı da baxın 19, Aha, 29, 99 ilə 9. 98-i mən qarışdırdım. Bəli. Mayla 9 Yəni indi yadımda bir oldu. dəfəlik göz yaddaşınızla yadınız. Baxın, mən səsləndirsəm də siz mütləq şəkildə özünüz göz yaddaşınızla oxuyun. Baxın, deməli uşaq hüquqları haqqında qanun 1998-ci il mayın 19-unda qəbul edilmişdir. 4-də biz A-nı seçirik. Sonra 5-ə gəldik. 5-ə çataq. Burada da deyir ki, Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsində məsul, yəni əsas mərkəzi icra hakimiyyəti orqanı hansıdır? Elm və Təhsil Nazirliyi, Uşaq Məsələləri üzrə Respublika Koordinasiya Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsi, Gənclər və İdman Naziri, Uşaq Gənclər İdman Mərkəzi. Mən hər zaman deyirəm xanımlar, sualı oxudunuz, başa düşdünüz, varianta keçdiniz, eləmi? İndi siz bunu variantı oxuduqdan sonra bəs siz cavab verməlisiniz, variant seçməlisiniz axı. Variant seçməmişdən qabaq yenə də qaydın sualı mütləq oxuyun, sonra variantınızı seçin. Sualda nə deyirdi? Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsində məsul əsas mərkəzi icra hakimiyyəti orqanı hansıdır? Sizcə hansı ola bilər? C variantı. C variantı. D variantı müəllimə. Müəllimə C-dir burada. Bəli. Deməli 5-də baxırıq biz. 5-də, bəli, 5-də biz C variantını seçirik. Deməli Azərbaycan Respublikasında uşaq siyasətinin həyata keçirilməsində məsul əsas mərkəz icra hakimiyyəti orqanı hansı idi? Əlbəttə ki 5-də C-ni seçirik. Burada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi idi. 6-ya baxırıq. Mən sualları tez-tez oxuyan üzrlü hesab edin, vaxta görə mən tez-tez oxuyuram. Amma siz özünüz göz yaddaşınızda mütləq şəkildə oradan sualları oxuyun. Biz 6-ya çatdıq. 6-da nə deyir? Deyir ki, Azərbaycan Respublikasında uşaqların müdafiəsi və onların rifahının yaxşılaşdırılması, hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyan əsas mərkəzi icra hakimiyyəti orqanı hansıdır? A. Gənclər və İdman Nazirliyi, B. Elm və Təhsil Nazirliyi, C. Uşaq Məsələləri üzrə Respublika Koordinasiya Şurası, D. Uşaq Gənclər İdman Mərkəzi, Y. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi. Y variantı müəllimə. Y variantı müəllimə. Bəli. Deməli, Azərbaycan Respublikasının uşaqların müdafiəsi və onların rifahını yaxşılaşdırması, hüquq və azadlıqların təmin edilməsi, eləcə də uşaqlarla bağlı dövlət siyasətinin əlaqələndirilməsi vəzifələrini daşıyan əsas mərkəzi icra hakimiyyəti orqanı hansı idi? Deməli, 6-da biz seçirik yeni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komissiyası idi. Sonra 7-yə baxırıq, deyir ki, kimsə səsi bağlayın. Siz səsləri bağlayın, əksiniz alın. Əziz xanımlar, səsləri bağlayın. 7-də deyir ki, xanımlar səsləri bağlayın. Müəllimə, qəribə səs gəlir buradan. Müəllimə səsdir. Səslər açıqdır. Siz səsləri hamınız bağlayın. Olur belə şeylər. Aha, siz səsləri tamam hamınız bağlayın. Lazım olanda açarsınız. Aha, bağlayın. Bax, səssizlik oldu. Elə bağlayın. Sonra açarsınız. Açmayın elə. Bəzən olur əks səda verir. 7-yə baxırıq. 7-də idik, elə deyilmi? Aha, deyir ki, küçə uşaqlarının vəziyyəti, ölkədə uşaq evlərinə alternativ qayğı sisteminin yaradılması, uşaqların istirahət və ailə vaxtlarının düzgün təşkil olunması kimi məsələləri xüsusi diqqət yetirən qurum hansıdır? A. Elm və Təhsil Nazirliyi, B. Uşaq Məsələləri üzrə Respublika Koordinasiya Şurası, C. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, D. Gənclər və İdman Nazirliyi, Y. Uşaq Gənclər İdman Mərkəzi. B variantı müəllimə. Hansı? Dedim mən yenə. B variantı. C. B variantı. B niyə olur ki C C variantı. olmuyor? Respublika Koordinasiyası, Ailə və Qadın Uşaq. Məncə C'dir. Xeyr, deyil C. Deyil. Deyil. Niyə müəlliməm? Onda B deyil. Uşaq Deyildi ki, gənclər müəllim. Məryəm xanım, bu suala biz D-ni necə seçirik ki, orada Gənclər və İdman Nazirliyi ilə danışırıq. Müəllimə, Yox, D D-ni bəndində demirəm, uşaq C-ni. məsələləri üzrə Respublika Ailə, Qadın, Koordinasiya Uşaq Şurası. Problemləri üzrə Dövlət. B-dir burada. B. 7-də B. B-dir.
Deməli burada Uşaq məsələ. Uşaq Məsələləri üzrə Respublika Koordinasiya Şurasıdır. Uşaqların vəziyyətindən dediyinə görə orada ailə getmir də. Uşaq məsələləri üzrə Respublika Bəli, burada Koordinasiya biz Şurası. B-ni seçirik. B-dir burada. Yəni Bəli. 7-də B-ni seçirik. Bəzən əslində təkrar getmək yaxşı olur. Sual-cavabın üzərinə ikinci bir də vaxta görə daha belə. Bir dəfə suala baxanda yadında qalır istərsiniz. 8-ə baxırıq. Deyir ki, diqqətli olaq. Uşaq Məsələləri üzrə Respublika Koordinasiya Şurası hansı nazirliyin nəzdində yaradılmışdır? A. Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi. Suala mütləq diqqət edirik. Uşaq Məsələləri üzrə Respublika Koordinasiya Şurası hansı nazirliyin nəzdində yaradılmışdır? Elm və D variantı müəllimə. D variantı Müdafiə müəllimə. Nazirliyi. Diqqətli olaq. Elm və Təhsil Nazirliyi olmazmı müəllimə? Burada uşaq məsələləri üzrə danışır. Mənə Y bəndidir. Burada Y siz bəndidir. uşaqlara yaxın nə hansı A variantı variantı. görürsünüz? A Uşaqlara, variantı. gənclərə A. yaxın. A variantı. A variantı müəllim. Bəli, ay sağ ol, 8-də anı seçirik. Uşaq Məsələləri üzrə Respublika Koordinasiya Şurası hansı nazirliyin nəzdində yaradılmışdır? Bəli, burada A variantı Gənclər və İdman Nazirliyini seçirik. Sonra gələrək biz bura baxırıq 9-a. Deyir ki, dövlətin xüsusi qayğı göstərdiyi valideyn himayəsindən məhrum olmuş uşaqların orta ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün Azərbaycan Respublikasının qəbul edilmişdir. Deyir ki, D. İnstitusionalizasiya və alternativ qayğı üzrə dövlət proqramı. B. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanunu. C. Zorakılıqdan azad həyat. D. Uşaqların dövlət himayəsindən ailə şəraitindən böyüməsinə doğru. Sonra deyir ki, Y. Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsi. Suala diqqət yetiririk. Nədən danışırdı? Dövlətin xüsusi qayğı göstərdiyi valideyn himayəsindən məhrum olmuş uşaqların orta ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün Azərbaycan Respublikasının qəbul edilmişdir. Hansıdır? B variantı müəllimə. B variantı. Bəli. Deməli biz 9-da B-ni seçirik. B-də 9-da B-ni seçirik. Cavab B-dir. Deyir ki, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanunu. Bəli, budur. Sonra biz baxaq 10-a çatdıq. 10. Yəni onu aşağı salın, bir zəhmət gözləyin siz, yoxsa aşağı yuxarı baxa qalır onda. Onda deyir ki, bu sözü biraz diqqətlə oxuyun. Biraz uzundur. Bilirsiniz, hecalayın, oxuyun, dilinizə yatsın, tərcüməsini bax. İnstitusionalizasiya. İnstitusionalizasiya. İndi deyəcəm. Deməli, bu uşaqlığa övlad vermək nə idi da, dövlət tərəfindən. İndi deyəcəm, biləsiniz özünüz nədir. Onda deyir ki, hansı proqram çərçivəsində yetim uşaqlar ailələrə verilmiş və ya öz bioloji valideynlərinə qaytarılmışdır. Sualı diqqətlə başa düşək. Deyir, hansı proqram çərçivəsində yetim uşaqlar ailələrə verilmiş və ya öz bioloji valideynlərinə qaytarılmışdır. A-da deyir ki, D. İnstitusionalizasiya və alternativ qayğı üzrə dövlət proqramı. B-də deyir, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanunu. C-də deyir, zorakılıqdan azad həyat. D-də deyir, uşaqların dövlət himayəsinin ailə şəraitindən böyüməsinə doğru. Y-də deyir, uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsi. D variantı müəllimə. D variantı. Yetim və valideyn himayəsindən uşaqların sosial müdafiəsi haqqında qanunu. A variantı. A. Bu qanun. Bəli, burada A-dır. Deməli, uşaqlar həm bioloji valideynlərinə qaytarılır bu dövlət proqramı ilə. Həmçinin də bu dövlət proqramı ilə uşaqlar, yəni ailələrə verilə bilir. Başa düşürsünüzmü? Yəni bu proqram üzərində həyata keçirilir. Bu həm uşaqların deməli yəni ailələrə verilməsi, həmçinin də bioloji valideynə qaytarılması. Sonra 11-ə baxırıq. Deməli 10-da A-nı seçdik. 11-ə baxırıq. İndi baxın Məryəm xanım, həmən o dediyimiz söz deyir nədir? Nədir? Elə bil ki, bayaqki sualdan nəsə də, bayaqki variantdan nəsə də öyrəndiniz deyim də. Bayaqki sual, bunun cavabını bayaq onda öyrəndiniz deyə bilərəm. Deyir ki, D. İnstitusionalizasiya nədir?
A. Uşaqların dövlət himayəsinin ailə şəraitinə böyülməsinə verilməsi. Uşaqların ailə şəraitinə dövlət himayəsinə böyülməsinə verilməsi. Uşaq bir zəhmət qəbul edim deyən kimsə qoşulan xanım var. Güllü. Sonra deyir ki, uşaqların dövlət himayəsinin xarici ölkələrin dövlət himayəsindən böyüməsinə verilməsi, uşaqların ailə şəraitinin xarici dövlət himayəsindən böyüməsinə verilməsi, uşaqların həm dövlət himayəsindən, həm də ailə şəraitindən böyüməsinə verilməsi. 12 yox, variant bitdi. 12-yə çatıram. Yenə A variantı uyğun gəlir müəllim. Aha, baxın. Bayaqki söz. Deməli, burada 11-də biz A-nı seçirik. Bəli. Deyir ki, deinstitusionalizasiya nədir? Burada biz 11-də A-nı seçirik. Bəli, uşaqların dövlət himayəsindən ailə şəraitinə bölməsinə verilməsi. A-nı seçirik. Bəli, baxırıq indi 12-yə. Çox maraqlı. Birinci Qarabağ Birinci müharibəsində. Qarabağ müharibəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində neçə ali məktəb öz işini dayandırmağa məcbur olmuşdur. Yəni burada qarışıqdır da, həm təhsil qanunu var, uşaq hüquqları, uşaq konvensiyası, yəni belə dünya görüşü, hər tərəfli var burada, müəyyən 1-2 dənə də olsa. Deməli biz diqqət yetirək, burada Birinci Qarabağ müharibəsindədir, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində neçə ali məktəb öz işini dayandırmağa məcbur olmuşdu. 12-də 2 B variantı. 12-də A-nı seçirik, yox, bir dənə. Bir dənə. Azərbaycan rayonları haqqında investisiya. Hansı müəllim? 12-də Müəllimə A hansı universitet dayanıb? Ermənistanın təcavüzü nəticəsində. Sonra baxırıq biz 13-ə BMT-nin Müəllimə demədiniz axı hansı universitet dayanıb? Qarabağ Universiteti də. Nə sağ olun. Qarabağ yazın. 13 BMT-nin uşaq fondu necə adlanır? Çox rahat sualdır. Bəzən o qədər rahat suallar olur ki, yəni düşünməsə də belə cavab vermək olur. Deməli deyir ki, BMT-nin uşaq fondu necə adlanır? A. UNESCO, UNESCO. Hansıdır? C bəndi mənim. Ay, sağ ol. C bəndi. Bəli. 13-də C bəndini seçik, bəli. Sonra 14-də baxıq, deyir ki, peşə etikası dedikdə nə nəzərdə tutulur? Mən bunu da 14-ü də aşağı salım, aşağı Y variantı aşağıdadır. Bunu görə bilməyəcəyik. Aha, diqqət olaq. Peşə etikası dedikdə nə nəzərdə tutulur? A. Peşənin prinsip və normalarının müxtəlif əxlaq sahələrinin xüsusiyyətlərinə uyğun olaraq düzgün, konkret tətbiqi nəzərdə tutulur. Bir zəhmət qəbul edim. Aha, sonra B-də deyir ki, dövlətin prinsip və normalarının müxtəlif əxlaq sahələrinin xüsusiyyətlərinə uyğun olaraq düzgün, konkret tətbiqi nəzərdə tutulur. C-də deyir, peşənin prinsip və normalarının müxtəlif dövlət sahələrinin xüsusiyyətlərinə uyğun olaraq düzgün, konkret tətbiqi nəzərdə tutulur. D-də deyir ki, tərbiyənin prinsip və normalarının müxtəlif əxlaq sahələrinin xüsusiyyətlərinə uyğun olaraq düzgün, konkret tətbiqi nəzərdə tutulur. Y-də deyir, əxlaqın prinsip və normalarının müxtəlif peşə sahələrinin xüsusiyyətlərinə uyğun olaraq düzgün, konkret tətbiqi nəzərdə tutulur. Sualımız nə idi? Peşə etikası dedikdə nə nəzərdə tutulur? D variantı müəllimə. Peşə etikası dedikdə nə nəzərdə tutulur? Deməli, peşə etikası dedikdə əxlaqın prinsip və normalarının müxtəlif peşə sahələrinin xüsusiyyətlərinə uyğun olaraq düzgün, konkret tətbiqi nəzərdə tutulur. 14-də Y variantıdır. 15-ə baxırıq. Bir dəqiqə dayan. 15. Deməli, 14-də Y variantıdır. 15 bütün... Ay Allah. Dayan, başlanğıcı görünmür deyəsən yazını. Deyir ki, bütün inanc və əqidələrə dözümlü yanaşma necə adlanır? Multikultural, B tolerantlı, variantı müəllimə. optimistlik, pessimistlik, loyallıq. B variantı müəllimə. Hansını seçdiniz? B variantı. Ay, sağ ol. Bəli. Burada biz B variantını seçirik. Məsəl üçün biz özümüz də tolerant bir ölkəyik. Yəni biz istədiyimiz dövlətə gedərik, istədiyimiz dini qəbul edə bilərik. İstəyən dövlətin insanları gələr bizim dövlətimizdə din qəbul edə bilərlər. Yəni İslam dinini qəbul edə bilərlər.
Yəni burada bütün inanc və əqidələrə düzülmə yanaşma tolerantlıq adlanır. Burada B variantıdır. Bəli. 16-ya baxırıq. Təhsil qanununa görə adlı təqaüd nədir? Təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai mədəni həyatında fəal iştirak edən təhsil alanların və həvəsləndirilməsi üçün dövlət hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd. B-də deyir, hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi pedaqoji kadrların hazırlanması forması. C-də deyir, müəyyən sahə üzrə ali və əlavə təhsil formalarını həyata keçirən fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi. D-də deyir, təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyənləşdirilib təsdiq edilməsi proseduru. Y-də deyir, hər bir təhsil pilləsində və səviyyəsində təhsil alanların təhsillə nailiyyətlərinin və təhsil verənlərin fəaliyyətlərinin qiymətləndirməsi proseduru. Sualımız nə idi? Təhsil qanununa görə adlı təqaüd nə idi? Adlı A variantı müəllimə. adından da məlumdur. Biz 16-da A-nı seçirik. Adlı təqaüd dedikdə biz təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai mədəni həyatında fəal iştirak edən və təhsil alanların həvəsləndirilməsi üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüd idi. Adlı təqaüd. İndi biz baxırıq 17-yə. 17-də deyir, təhsil qanununa görə akademiya nədir? Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunu müəyyənləşdirilib təsdiq edilməsi proseduru. B. Hər bir təhsil pilləsinin və səviyyələrin təhsil alanların təhsil nailiyyətlərinin və təhsil verənlərin fəaliyyətinin qiymətləndirməsi proseduru. Bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə ixtisas dərəcəsi. Müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi. Sonra 7 deyir, müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi. Sualımız nə idi? Təhsil qanununa görə akademiya nədir? D variantı müəllimə. Yox. D. Y Y variantıdır müəllimə. Sağ ol, Y-dir burada. Deməli 17-də biz Y-ni götürürük. Akademiya nədir deyəndə, akademiya müəyyən sahə üzrə ali təhsil və əlavə təhsil proqramlarını həyata keçirir. Akademiya həm də fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir. Biz burada 17-də Y variantını seçirik. 18-də baxırıq. 18-də deyir ki, 19 aşağı salaq. 19 aşağı salaq, 18 qalsın orada. Müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili forması necə adlanır? Xüsusi təhsil, evdə təhsil, fərdi təhsil, özəl təhsil, məşğələ dərsi. Elə evdə təhsil. B variantı müəllimə. Yəni B variantı. dünənki testimizdə də vaydı verirsə, bəzi xanımlar bunu fərdi. O boyda hisslenmiştir. İndi bu hissə səhvləyə bilər. Necə? O boyda hisslenmiştir bizə. Kimsə bunu səhvləyə bilər. Eşitmədimi? Müəllimə deyirəm, o boyda hisslenmişdir bizə. Kimsə bunu risk eləyib səhvləyə bilər. Ha, dünən o boyda hirslənmişdim də fərdi təhsili deyəndə. Allah! Orada oxuyur deyir, evdə təhsilin təşkili forması, burada variantı deyir, fərdi təhsil. Yaxşı, bu fərdi məsəl üçün təhsilanma formalarının içərisində evdə təhsilin fərdi təhsil eyni şeydirsə, niyə yanaşı salıblar da? Yaxşı da, onda. Ona görə, bilsiz necədir? Bilsiz adama ən acıq olan bir şey nə olur? Məsəl üçün, test işləyən, imtahana gedən insanlar üçün deyirəm. Bildiyini səhv yazmaq. Ondan betər acıq şey olarmı adama? Mən bunu bilirəm, mən niyə səhv yazmışam, ona görə səhv yazıbsan diqqətsizlik ucbatından, ona görə dörd göz olmaq lazımdır, o qədər məntiqi tərəfdən, o qədər diqqətli olmaq lazımdır, o qədər fikrini toplamaq lazımdır ki, yəni insan bildiyini səhv yazarsa ən böyük acıq bu olur adama. Yəni əlbəttə ki, evdə təhsilin, fərdi təhsilin fərqli cəhətləri var. Evdə təhsil dedik ki, tibbi pedaqoji komissiyanın rəyinə əsasən təhsilin evdə təşkili formasıdır, təhsil alma formasıdır. Fərdi təhsildə xüsusi istedadlara malik, həmçinin təhsildən yayınan şagirdlərin təhsilə cəlb edilməsidir. Yəni 8 yaşından yuxarı fərdi təhsilə cəlb edilər və 8-ci sinifə kimi oxuyur. 8-ci sinifi bitirdikdən sonra deməli ekstern qaydada imtahan verərək attestat ala bilirlər. Sabah sual cavabda bu haqda ətraflı danışarıq. Əgər kiməsə qaranlıq qalıbsa, cavab verməkdə çətinlik çəkirsə, 19-a baxırıq. Deyir ki, vətəndaşların hər tərəfli təhsil tələbatını ödəmək məqsədi ilə qəbul edim xanımı.
Aha, deyir ki, 19-da deyir, vətəndaşların hər tərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasına verilən təhsil necə adlanır? Formal təhsil, distant təhsil, informal təhsil, əlavə təhsil, evdə təhsil. Diqqətli olaq. Əlavə təhsil. Əlavə təhsil müəllimə D variantı. D variantı müəllimə. Bəli. Deməli biz nə oxuduq? Vətəndaşların hər tərəfli təhsil tələbatı ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil necə adlanırdı? Bəli, formal təhsil dedik ki, təhsil alma formasıdır. Distant təhsil formal təhsil təhsil formasıdır. Distant təhsil təhsil alma formasıdır. Informal təhsil yenə təhsil formasıdır. Evdə təhsillə təhsil alma formasıdır. Bəli, burada biz D-ni seçirik. 19-da. Məsəl üçün 19-da biz D-ni seçirik. Siz test işləyəndə məsəl üçün bəlkə də hər zaman xanımlara deyirəm, siz əgər çətinlik çəkirsinizsə çıxdı ilə eləyin, çıxdı ilə. Əgər aid deyil, aid deyil, bunlara çox diqqət yetirin. Məsəl üçün çıxdı, çıxa necə eləyirəm? Düzünü tapıram birinci. Bu düzdür, bu düzdür, bu düzdür. Deməli, hansı düz deyilsə odur da. Yəni, bu tərəfdən düzgün, rahat işləmək olur. 19-da D-ni seçirdik. Bəli, burada əlavə təhsilidir. 20-yə baxırıq. Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedad və fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması necə adlanır? Fərdi təhsil. Müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış, habelə müəyyən bir sahə üzrə xüsusi istedad və fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil forması necə adlanır? Fərdi təhsil. Fərdi təhsil. Fərdi təhsil. Burada C bəndi. biraz C var, yanlış oldu. müəllimə. Yəni təhsil alma olmalıdır. Aha, deməli, bəli, biz dedik ki, müxtəlif səbəblərdən kənarda qalmış, həmçinin də xüsusi istedad ilə fərqlənən üçün təhsil alma forması burada fərdi təhsil idi. Bəli, 20-də C-ni seçirdik. 21-ə baxaq. 21-də deyir ki, dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması necə adlanır? Formal təhsil. A bəndi. Bəli. Formal təhsil. A bəndi. A variantı müəllimə. Sənədinin verilməsi ilə Formal başa çatan. təhsil. Şəmsi xanım idi o ilk cavablandıran. Bəli. A variantı mən dedim. Hə, qrupumuz Mən elə formal təhsil dedim, bravo. Necə? Mən elə formal təhsil dedim. Yəni əslində burada çaşacaq bir şey yoxdur. Dövlət sənədinin verilməsi ilə başa çatan təhsil forması necə adlanır? Təhsil formaları hansıları? Formal, qeyri-formal, informal. Bunların içərisində dövlət sənədinin verilməsi ilə başa çatan yalnız formal təhsil idi. Biz 21-də bəli A-nı seçirik. 22-yə baxırıq. Özünü təhsil yolu ilə biliklərə yiyələnmənin forması necə adlanır? Qeyri-formal təhsil, İnformal. distant təhsil, formal təhsil, İnformal əlavə təhsil. formal C variantı. İnformal. Bəli, aferin xanımlar, bəli. Deməli, informal təhsil, özünün təhsil yolu ilə biliklərə yiyələnmə forması informal idi. Yəni biz dedik ki, məsəl üçün kimsə gedir hardasa imtahandan keçir, soruşurlar ki, sən necə oldu, necə hazırlaşdın? Kimin yanına getmişdin? Hansı müəllimin? Heç kəsin yanına getməmişdim. Özümə hazırlaşmışdım. Deməli, bu özünün təhsil yolu ilə biliklərə yiyələnmək informal təhsil idi. 23-ə baxırıq. Orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi necə adlanır? Orta məktəb, peşə məktəbi, universitet, kollec, akademiya. Diqqət yetirək sual. D variantı müəllimə. Proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsi necə D adlanır? variantı. D variantı kollec. Ay, sağ ol. Bəli, burada kollec D variantıdır. 24-ə baxırıq. Bundan digər testlərində də rastlaşmışsınız deyəsən, eləmi? Bu belə, yəni kollec nədir deyən var idi. Burada görürsüz sual başqa cür qurulub. Amma o biri testimizdə yəni kollecin açıqlığı var idi. 24-ə baxırıq. Müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması necə adlanır? Qeyri-formal təhsil, əyani təhsil, informal təhsil, əlavə təhsil, formal təhsil. A bəndi.
Bəli, Qeyri-formal. formal təhsil. Biz dedik ki, formal təhsil dövlət sənədinin verilməsi ilə başa çatır. Informal özünü təhsil yolu biliklərə yiyələməkdə. Qeyri-formal da ki, yəni özəl kurslarda 3 aylıq, 4 aylıq kurslara gedirdin. Əlbəttə ki, burada dövlət sənədi verilməsi ilə müşayiət olunmur. Yəni burada ola bilər, sənəd verilə bilər, sertifikat alırsan, amma yenə də bu özəl olduğu üçün bu dövlət sənədi sayılmır. Yəni dövlət sənədi verilən müəssisələr yalnız məktəblərdir, universitetlərdir də. 25-ə baxırıq. Ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumi təhsil müəssisəsi necə adlanır? Gimnaziya Məktəb- variantı. Gimnaziya C Gimnaziya. variantı. Gimnaziya müəllimə. Diqqət yetirək. Gimnaziya. Qulaq asın, bir dəqiqə deyir ki, ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq xidmətləri göstərən ümumi təhsil müəssisəsi necə adlanır? Y variantı Ay, lisey. sağ olun. 25-də Y variantıdır. Biz liseyi seçirik. İndi Bəli. mənə maraqlı bir testə gəlir çatırıq. Deyir ki, təhsil qanununa görə nostrifikasiya nədir? A. Təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi proseduru. B. Yüksək elm və təhsil göstəricilərinə xüsusi qabiliyyət tələb edən sahələr istisna olmaqla nail olan təcrübəli elmlər doktorlarına verilən elmi ad ali təhsil müəssisəsinin seçkili vəzifə. C-də deyir, tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim mütəxəssis hazırlığı forması. D-də deyir ki, müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsil almaq ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsil alma forması. Y-də deyir ki, orta ixtisas təhsil pilləsinə məzunlara verilən peşə ixtisas dərəcəsi. Müəllimə Y variantı olmaz. Yox. A bəndinə Y-də nə oxşayır. deyir? Orta ixtisas təhsil pilləsinə məzunlara verilən peşə ixtisas dərəcəsi nostrifikasiya ola bilməz axı? Yox. A variantıdır müəllimə. Bəli. Deməli baxın, 26-da A-dır. Nə deyir? Deyir ki, təhsil qanununa görə nostrifikasiya nədir? Təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur. Yəni burada ekvivalentlik nədir? Burada məsəl üçün var ya o xarici ölkələrdə təhsil alırlar, vətəndaşlar vətənə qayıdırlar, eləmi? Diplomu xarici dövlətin diplomudur axı. Ona görə də bu Azərbaycanda işləməsi üçün, başa düşürsünüzmü? O Azərbaycanda işləməsi üçün həmən diplomdan Təhsil Nazirliyi tərəfindən onun diplomu tanınmalıdır. Yəni bu insan xarici dövlətdə oxuyub həmən universitetdə aldığı diplomun Azərbaycanla yəni ekvivalentliyi olmalıdır. Yəni məsəl üçün bu gəlir Azərbaycanda ixtisas dəyişirsə, məsəl üçün oradan diplom verilirsə, yəni onun sənədi həmən yəni ekvivalentliyi müəyyən edilməlidir də, yəni tanınmalıdır. Bu deməkdir. Nostrifikasiya bu deməkdir. Burada 26-da biz A-nı seçirik. Sonra gəlirik, baxırıq 27-dən. Deyir ki, müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsil alma ümumi təhsilin hər hansı bir pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsil alma forması nə adlanır? Sərbəst eksternat, formal, informal məsafədən. A variantı müəllimə. Hansı? Sərbəst eksternat. A variantı. Sərbəst ekstran. Eksternat, bəli. Məsəl üçün biz dedik ki, təhsil alma formaları içərisində əyani, qiyabi, distant məsafədə sərbəst eksternat var. Məsəl üçün biz sərbəst eksternat təhsil alma forması hansı təhsil alma forması ilə yəni oxşar və fərqli cəhətlərini tapa bilərik? Yəni fərdi təhsillə. Baxın, fərdi təhsildə də deyirdi ki, xüsusi istedada malik uşaqlar cəlb edilirlər. Bir də təhsildən yayınan uşaqlar bura cəlb edilirlər də. Təhsildən yayınan. Baxın, bu eksternat sərbəst təhsildə də burada da təhsildən yayınanlardır. Həmçinin də burada da deyir ki, nə deyir? Təhsilin deyir, vaxtından əvvəl bitirmək hüququ verir. Məsəl üçün, o qədər yəni bacarıqlıdırsa bu şagird təhsilini vaxtından əvvəl bitirə bilər sərbəst ekstern qaydada. Həmçinin də hansı ki təhsildən yayınmış şəxslər var ki, deyirdik ki 5 yaşından, 3 yaşından, 10 yaşına, yəni təhsildən yayınır, valideyn Rusiyaya aparır, hansı xarici dövlətə aparır, təhsil almırdı bu insan. Bir vaxtı 20 yaşında, 19 yaşında, 22 yaşında vətənə qaydana baxır ki, bunun atestatı yoxdur. Bu nə etməlidir? Əlbəttə ki, öz regional təhsil idarəsinə müraciət
edərəkdən orada qeydiyyatdan keçir və özü ekstern qaydada, yəni sərbəst şəkildə hazırlaşır və sonra gedir ekstern qaydada imtahan verib attestat əldə edir. İstəsə 9 illik attestat, istəsə 11 illik attestat, amma bu ekstern qaydada imtahan verməmişdən öncə mütləq şəkildə aralıq imtahanı verir. Aralıq imtahandan keçdikdən sonra ekstern qaydada imtahan verərəkdən o istədiyi attestatını əldə edə bilir. Yəni ekstern sərbəst bu idi ki, müxtəlif səbəblərdən ümumi təhsildə kənarda qalan şəxslərə təhsil almaq hüququ verir, sərbəst ekstern təhsil və həmçinin də təhsil alana ümumi təhsilin hər hansı bir pilləsinə vaxtından əvvəl bitirmək hüququ verir. Həmən bu sərbəst ekstern təhsil 28-ə baxırıq. Fənnin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxt ölçüsü vahidi necə adlanır? Bu cavabı görüm siz necə cavablandıracaqsınız? A variantı müəllimə. A variantı müəllimə. Kolokviyum. Xeyr xanımlar. Müəllimə A variantıdır orada. Yox. Müəllimə B variant. Mən onu oxumuşdum, odur. D variantıdır müəllimə. D variantı müəllimə təhsil kreditidir. Diqqət yetirək sola deyir ki, fənnin məzmununa və həcminə uyğun olaraq onun mənimsənilməsinə ayrılan vaxt ölçüsü vahidi necə adlanır? Burada təhsil kreditidir. Məsəl üçün, vardı desə universitetlərdə, peşə məktəblərində də var, olur bu. Yəni, burada təhsil krediti verilir onlara. Yəni, bu biz bildiyimiz kredit deyil də, sadəcə olaraq vaxt ölçüsüdür. Yəni, bu onların dərsinə ayrılan vaxtın ölçüsü deməkdir. Biz A-da 28-də seçirik, D-ni, A-da nə idi, dilim dolaşdı. 28-də D variant. A-da neymiş? D variant. 28-də D-ni seçirik, bəli. 29-a baxırıq. Özüm inansa öz səsim öz başıma düşür, qarışdırıram. 29-a baxaq. Müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd nə adlanır? Mütləq şəkildə suala diqqət yetiririk. Müvafiq təhsil pilləsində tədris olunan fənlərə və dərsdənkənar məşğələlərə ayrılan saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəd necə adlanır? Perspektiv plan, C variantı Tədris planı. Bəli, baxın. Bəli, C variantı C müəllimə. variantını seçik, tədris planı, bəli, əlbəttə ki, yəni, məsəl üçün, tədris planında il ərzində keçiriləcək fənlərin, dərsdənkənar məşğələlərin, saatların miqdarı hər birisi burada müəyyən edilir. Mütləq şəkildə dərsin əvvəldən, bəli, bu məktəblərdə təşkil edir, bu olur, mütləq şəkildə budur. 29-da C-ni seçirdik, 30-a baxırıq. Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi nədir? Təlim, tərbiyə, pedaqogiya, psixologiya, təhsil. Müəllimə A variantı. Niye bendir orada? Niyə variantı? Məryəm xanım idi niyə variantını deyən? Mən B variantını seçdim. B variantı müəllimə. Bir zəhmət. A. Məryəm xanım, siz yeni dediniz. Bəli, bəli. Maşallah, mən qrupumun ağ saqqalı, ağ bir şey. Düz deyirsiniz. Yəni xanımlar, nəzərinizə Müəllimə C variantı. Müəllimə, mən də şampiyon, mən də Müəllimə, yedirmişəm birinci, təhsil demişəm mən sırada. Bəli, diqqət yetirək deyir ki, baxın burada nədən danışır? Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi əlbəttə ki, təhsil adlanır. İndi baxaq, təhsil proqramı nədir, ona diqqət yetirək. Təhsil proqramı nə idi? Təhsilin hər bir pilləsi üzrə təlim nəticələrini və məzmun standartlarının tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatları miqdarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirməsi monitorinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi. B-də deyir, təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fən proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri. C-də deyir, müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum. D-də deyir, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət təhsil müəssisələrinə verilən müstəqillik. Y-də deyir, təhsil səsləri bağlayın əziz xanımlar. Y-də deyir, təhsil məhsullarının müvafiq şərtlərlə təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanılması.
müəlliflik hüququnun qorunması və s. daxili və ya beynəlxalq təhsil bazarında reallaşdırılması üzrə kompleks xidmətlər sistemi. Xanımlar, mən biraz da deyim niyə hündürdən danışıram. Mən abi ekran kaydedicimdə səsim zəif götürür deyə bəhdən danışıram, daha yaxşı götürsün. B olmaz mı bu? B variantı müəllimə. O da A variantıdır. Hayır, B hayır. A variantıdır. Şamsu xanım afərin. Bəli. Baxın, biz A 31-də variantında A axı deyir seçirik. sənət. Necə? Ay müəllimə, mən bunu başa düşmürəm. Deyir ki, A variantında dövlət sənədi. Burada isə deyir, təhsil proqramı, kurikulum nədir? Elə təhsil Kurikulum sənəd deməkdir. Bu təhsil innovasiyalar, yeni proqramlar, metodlar deyilmi? baxın. B variantı. Qurum. Bir dəqiqə diqqətli olaq. 31-də bizdən nə soruşur? 31-də deyir ki, təhsil proqramı kurikulumu nədir də? Kurikulumu nədir? Deyir ki, A-ya baxırıq. Deyir, təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik və dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesini təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinqlərin aparılması sistemini özündə əks etdirən dövlət sənədidir. Təhsil proqramı, kurikulumu nədir? 31-də A variantıdır. Yəni, təhsilin hər bir pilləsi deyəndə, məsəl üçün, təhsil biz pilləsidir, məsəl üçün, təhsil... Biz istəyirsiniz sənəddir. Amma deyir ki, kurikulum sənəd olmur axı. Mənə bu çatmır. Niyə ki, O, kurikulum təhsil... məsələn, yeni layihə, yeni proqram kimi gəlibdi o. Sənəd başqa şey, layihə başqa. Baxın, A variantında hər tərəfli bunu, nətər deyim, bu sualın cavabını hər tərəfli ətraflı şəkildə siz A variantında tapa bilərsiniz. Digər variantlarda deyir. Mən də onu deyirəm də, bütün hər şey A variantda sərəncamlı olunur. Təhsil proqramına aid olan. Axırda düz demir də, başdan Baxın, təhsilin hər bir pilləsi üzrə təlim nəticələri, yəni təlim nəticələri nədir? Təlimin sonunda əldə edilən bilik və bacarıqların məcmusudur da. Sonra məzmun standartları, tədris edilən fənləri, həftəlik dərsləri, dərsdənkənar məşğələ saatlarını, sonra pedaqoji işlərin, yəni pedaqoji prosesin təşkili, həmçinin təlim nəticələrinin qiymətləndirilməsi, monitorinqlə aparılması, hər birisi burada əks olunur. Burada öz əksini tapır. Bunların hər birisi təhsil proqramında öz əksini tapır. Başa düşdünüzmü? 32-yə baxırıq, yəni 31-də A variantı idi. 32-yə baxırıq. Təhsil məhsulu, təhsil qanuna görə nə deməkdir? Biz diqqət olaq, biz əvvəlki testlərimizdə də buna rastlaşmışdıq və bəlkə yadınızda qalıbsa cavablandırarsınız inşallah. Təhsil məhsulu dedikdə biz nə başa düşürdük? Deyir ki, müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum. B-də deyir, təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fən proqramları, təlim metodları, sistemi, təhsil modulları, təhsil layihələri. C-də deyir, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət təhsil müəssisələrinə verilən müstəqillik. D-də deyir, təhsil məhsullarının müvafiq şərtlərlə təhsil müəssisəsinin rəsmi adının və fərqləndirici nişanlarının saxlanılması, müəlliflik hüququnun qorunması və s. daxili və beynəlxalq təhsil bazarına reallaşdırılması üzrə kompleks xidmətlər sistemi. Y-də deyir, baza ali tip təhsil almış məzunlara verilən ali peşə ixtisas dərəcəsi. Sualımız nə idi? B variantı müəllimə. Təhsil məhsulu, təhsil Təhsil innovasiyalar. Hansını seçdiniz? B variantı. B variantı. Amma Bir dəqiqə gözləyim, mən bu kompüterimi Zaryadkaya keçirim. Zaryadka sönür, 2 dəqiqə gözləyim. Bir-iki dəfə olub dərslərimdə, elə pis olmuşam. Danışıram, dərsin yarısına çatanda, vay, fikrimdən çıxır, Zaryadka getdi. Biz neçənci suala baxırdıq? 32'ye bakın. Ay, sağ olun. B variantı. B variantı. 32'də hansını seçdiniz? Təhsil sahəsində innovasiyalar. Bəli. Baxın, bir zəhmət biz yuxarıya çıxaq. Baxın bir zəhmət bura.
Məryəm xanım, siz 31-in C variantına baxın. 31, bax mən yuxarı qaldırmışam. 31-in C Ha, variantında belə. deyir ki, baxın. Deməli 31-in C variantında deyir ki, təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fən proqramları, təlim metodlarını, sistemi, təhsil modulları, təhsil layihəsi eləmi? Sonra gələrək 32-nin də B-sinə Aha. bax. 32-nin də B-sində deyir. Təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fən proqramları, təlim metodları, sistemi, təhsil modulları, təhsil layihələri. Eyni şey deyilmi bu? Eynidir də, eləmi? Bəli. Bəli. Eynidir. Deməli bu nə idi? Bu təhsilin məhsulu idi. Təhsil məhsulu idi bu. Yəni bayaqki variantımızda, yəni fən sualımıza geri qayıdaq, bir dəqiqə göstərim sizə. Yəni bu təhsil proqramı buna deyilmir. Başa düşdünüzmü? Yəni 31-də A variantıdır. 32-də də biz B-ni seçdik. Yəni məsəl üçün belə sual ola bilər ki, təhsilin məhsulu nədir? Təhsilin məhsulu deyəndə deyirik ki, təhsilin məhsulu təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fən proqramları, təlim metodları sistemi, təhsil modulları və təhsil layihələridir. Məsəl üçün, təhsil məhsulu da hansısa, məsəl üçün, alma ağacında alma yetişir, armud ağacına armud yetişirsə, bu almanın məhsuludur, bu armudun məhsuludur. Məsəl üçün deyirəm də, belə başa düşün. Təhsil məhsulu deyəndə, təhsilin məhsulu da bunlardır da. Təhsil sahəsində innovasiyalardır, yeniliklərdir, orijinal təhsil və fən proqramlarıdır, təlim metodları, sistemləri, təhsil modulları və təhsil layihələri, bunlar hər birisi təhsilin məhsulu adlanır. Biz indi 33-ə baxırıq, 33-ə baxaq, yəni 32-də B variantı idi. 33-ə baxırıq, deyir ki, müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirilən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum, tərbiyə müəssisəsi, idman müəssisəsi, təhsil müəssisəsi, təlim müəssisəsi, şahmat. C bəndi. Təhsil müəssisəsi. C variantı müəllimə. Hansını seçdiniz? C variantı. Təhsil müəssisəsi. Bəzən çox rahat ola bilir testlər, bəzən çox qəliz ola bilir, çaşdırıcı ola bilir, yəni Biz çox yazılarda oxuyub qutara bilmirsən də. Yox, problem də oxumağını oxuyuram, sizə görə deyirəm. Yəni, məsəl üçün, əlbəttə ki, müvafiq təhsil proqramına əsasən təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum, əlbəttə ki, bura baxanda biz C-ni seçirik. Burada mütləq şəkildə təhsil müəssisəsidir, digər variantlar ola bilməz. 33-də C variantı idi. 34-də baxırıq. Deyir ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən olan inteqrasiya nədir? Mən Məryəm xanım sizə sual verirəm. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri hansı qanunda, hansı maddə idi? Təhsil qanununda. Ay, sağ ol. Aha. Dinən. 3-cü maddədir müəllimə. Sağ ol. Maddə 3-də. Dövlət təhsil sahəsində dövlət siyasətinin neçə prinsipi var idi? 10 prinsipi var. Bəli. Aha, bəli. Deməli, Bunlardan biri də inteqrasiya idi. İnteqrasiyadır. Deməli, suala diqqət edərək bir zəhmət dinləyək. Deyir ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinin olan inteqrasiya nədir? Diqqətli olaq. Deyir ki, təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu. B. Təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili. C. Mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələr arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etdirilməsi. D-də deyir, təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə dövrə ötürülməsi. Y-də deyir, milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qovuşması, uyğunlaşması və qovuşmasının əsasında təşkili. Burada B variantıdır müəllimə. Y variantıdır müəllimə. Baxın, Müəllimə Y variantı, Y. B variantı təhsilin və elmi yaradıcılığın o daim inkişaf edən, faydalı və sonra bugün Məryəm xanıma mən 5 verəcəm. Y variantı mən kimsə B deyir, amma Y'dir.
təhsil sistemine 34-də Şamsı xanım canım mənim diqqət yetirək. Gəlmir mən. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən olan inteqrasiya nədir? İndi baxın biz baxırıq Y-yə deyir ki, milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli formada qovuşması, uyğunlaşması və qovuşması əsasən inkişafı. Bəli, biz burada 34-də Y variantını seçirik. Məsəl üçün biz dünya təhsil sisteminə inteqrasiya edirik axı. Yəni biz inkişaf edən Dünya bir təhsil dövlət sisteminə kimi, inkişaf qoşuluruq. edən dövlətlər cərgəsində olan bir dövlət kimi, bəli, dünya təhsil sisteminə inteqrasiya edirik. Onların təhsil sisteminə səmərəli formada qovuşmağa çalışırıq. Yəni günü-gündən biz təhsilimizdə yeniliklər olur. Yəni görürsüz də, yəni təhsilimizdə olan yeniliklərin hər birisi demək olar ki, dünya təhsil sisteminə inteqrasiyası nəticəsində biz də əldə edirik də bu yenilikləri. Aha, deməli biz 34-də Y variantını seçirdik. 35-ə baxaq. 35-də deyir ki, təhsil qanununa görə təhsil hüququna dövlət təminatı bəndlərindən biri yanlışdır. Mən hər zaman deyirəm, test işləyəndə çox diqqətli olmaq lazımdır. Sualı oxuyanda. Bax, yanlışdır. Yanlışdır, sonra doğrudur, aiddir, aid deyil, bunları qarışdırmayın. Biz burada indi yanlışı seçəcəyik. Məsəl üçün bizdə təhsil hüququna dövlət təminatı verən bəndlərdən biri yanlışdır deyirsə, Aynura xanım nə gec gəldi? Yəqin dərsdə. Aynura xanım xoş gördük. Gec gəldiniz. Deməli baxın, deyir ki, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsində və formasından məhrum edilməsinə yol verilmir. B-də deyir, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı seçkilə yol verilməsinə təminat verir. C-də deyir, dövlət mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsil alanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilərin və qadınlar üçün bərabər imkanlar yaradılmasına təmin edir. D-də deyir, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisəsində hər bir təhsil alan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericə uyğun olaraq təhsil alanların yalnız bir dəfə ödənişli təhsil almaq hüququnu təmin edir. Y-də deyir, dövlət əmlak bazarının tələblərinə uyğun olaraq təhsil müəssisəsinin ixtisaslı kadr hazırlığı üçün dövlət sifarişləri verir və məzunların müvafiq işlə təmin olunmasına şərait yaradır. Geri qayıdaq sualı, mütləq sualı oxumalıyıq. Variantlar oxuyaraq sual yaddan çıxır. Təhsil qanununa görə təhsil hüququna dövlət təminatı bəndlərindən biri yanlışdır. Deməli biz burada yanlışı seçəcəyik. B variantı müəllimə. Neçə dəfə istəsən ödənişli oxumaq olur, ödənişli sadəcə bir dəfə oxular. Xeyr, B variantıdır məncə. Kimdir? Həmdə xanımdır deyən D-ni? D-ni yox, mən təzə qoşulmuşam Gülşanədir. D-ni siz deyən? Nigar Bəli, bəli, mənəm. Ne bəndə olar buradan? Verilməməsi. Ödənişli bir neçə dəfə oxumaq olur, ödənişli isə bir dəfədir. Aha, bəli. Diqqət yetirək. Məsəl üçün, baxın, bu cür variantların uzunluğu da sizi çaşdıra bilər. Ona görə diqqətli olmaq lazım. Bizdən soruşulur. Təhsil qanununa görə təhsil hüququna dövlət təminatı bəndlərindən biri yanlışdır. Biz yanlışı seçəcəyik burada. Yanlışı axtarırıq. Müəllimə, B variantıdır da. D variantı. Xeyr, baxın. Ödənişli bir dəfə deyir təhsil almaq olar. Ödənişli Baxın, biz D-yə baxırıq. Diqqətli olaq, D-yə neçə dəfə baxırıq. istəsən oxumaq olur. Bəli, Təhsil baxaq. qanununa görə təhsil hüququna dövlət təminatı bəndlərdən biri yanlışdır. Deməli, burada yanlış olan D variantıdır. Deyir ki, D-də deyir ki, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Bura kimi məsəl üçün düz gəldi yerə. Bəli, bura düzdür. Sonra Bəli. baxın,
testlər o tərəfdən çaşdırıcı ola bilər də. Baxın, başlanğıcından yarıya kimi düz gəlir. Deyirsən ki, ha da bu düz ola bilər. Nətər səhv ola bilər ki, axı dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir axı. Ha da düzdür. Amma yox, indi diqqət yetirin. Arxasına baxaq. Deyir ki, dövlət təhsil müəssisələrində hər bir təhsil alanın pulsuz ümumi təhsil almaq hüququna malikdir. Sonra deyir, dövlət orta ixtisas təhsilində və ali təhsildə hər bir səviyyəsinə qanunvericiliyə uyğun olaraq təhsil alanların yalnız bir dəfə ödənişli təhsil almaq hüququnu təmin edir. Ödənişsiz bir dəfədir, ödənişsiz. Dəfələrlə ödənişli şəkildə iştirak edə Bəli, bilər. məsəl üçün biz burada D-ni seçirdik 35-də, 36-ya baxaq. Aha, təhsil sahəsində dövlət standartlarından biri doğrudur. Mən demişdim ki, xanımlar, məsəl üçün, təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri ilə təhsil sahəsində dövlət standartlarını qarışdırmayın. Çox xanımlar bunu qarışdırırlar. Yəni, ayrı tutun beyninizdə. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri, yəni ilk öncə ağlınıza 10 prinsip gəlsin. Bəs təhsil sahəsində dövlət standartları deyəndə nə ağlınıza gəlir ilk öncə? Kim deyər? Nə yadınıza düşür bu moment, bu ara? Təhsil Maddi texniki baza, maddi texniki baza, infrastruktur. Təhsil məsələn idarə olunması, bəli, oldu. Bir cümlə bəsdir bunu. Bildim ki, hardan yadınızda qalıb. Bəli. Təhsil sahəsində dövlət standartlarından biri doğrudur. İndi baxın, doğrudur, yanlışdır. Burada çox diqqətli olun, hər zaman tələsməyin. Məsəl üçün, ola bilər ki, evdə siz oturmusunuz, rahatsız, amma imtahanda vaxta görə həm həyəcan, əslində həyəcan olmaması lazımdır. Həyəcan insanı çox pis vəziyyətə gətirir. Bacardığınız qədər həyəcanı özünüzdən uzaqlaşdırmaya çalışın. Nə demək istəyirəm? Yəni, vaxtım az qalır, tez oxuyum, cavablandırım deyirsinizsə, siz yəni, səhv etmiş olarsınız. Daha diqqətli olmaq lazım. Doğrudur, doğru deyil, yanlışdır, həmişə vurğulayıram. Burada doğruduru seçirik. İndi biz hansı doğrudur onu tapacağıq. Deyir ki, təhsil sahəsində dövlət standartlarının biri doğrudur. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq elmi pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr, 15 ildən az olmayaraq deyir, müəyyən dövr üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. B-də deyir, dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumi bəşər dəyərlər nəzərə alınmaqla müəyyən edilir. C-də deyir, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Dövlət D-də qalmışam, bir dənə kimsə qəbul edim. D-də deyir, dövlət təhsil standartlarının təhsilin məzmununu, idarə olunmasını, maddi texniki və tədris bazasını, infrastrukturunu, təhsil verənlərin keyfiyyət göstəricilərini yalnız bir təhsil pilləsində təhsil alanların bilik, bacarıq və vərdişlərin səviyyəsini müəyyənləşdirir. Y-də deyir, bəzi təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. Bu dövlət standartlarından və sabahların ətraflı çox böyük bir sual-cavab təşkil edərik və ətraflı danışarıq. Deyir ki, təhsil sahəsində dövlət standartlarından biri doğrudur. D variantı. D variantı mən. D variantıdır müəllimə, D variantı. 36-da. D ola bilməz orada. B-dir müəllimə, B. Xeyr. Ya D deyil, ya D deyil, ya B deyil. D variantında düz deyir axı. D variantıdır. Təhsil məzmununu idarə olunması. D variantıdır müəllimə. Mənə gəlir. Müəllim, məncə Y variantıdır. Çünki bəzi təhsil müəssisələrində deyir. Amma məncə bütün təhsil müəssisələri olmalıdır da. Mən elə Doğru düşünürəm. olanı soruşur, D variantıdır. Biri doğrudur deyir. Ay, mən yanlış. Mən də yanlış axtarıram. Elə bildim yanlışdır. O birilərin hamısı C variantıdır onda. C variantıdır. Sağ ol. Bəli, 36-da C-dir. 36-nın də deyir, təhsil sahəsində dövlət standartlarından biri doğrudur. Burada deyir ki, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Siz digər suallara baxsanız, hər sualda bir dənə səhv tapa bilərsiniz. Ona görə burada biz C-ni seçirik.
Yəni dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən edilir. Burada 36C-ni seçirik və bir də belə bir sual verim. Yadınızda qalıbmı deyə, yadınızda qalması lazımdır bunun. Müvafiq icra hakimiyyəti orqanı deyənə nə nəzərdə tuturduq biz? Yəni demişdik ki, hardasa biz rastımıza müvafiq icra hakimiyyəti orqanı sözü ilə rastlaşırıqsa, əlbəttə ki, bu rayonlardakı icra hakimiyyəti, hər rayonun bir icra hakimiyyəti var, o deyil. Ola bilir ki, məsələn, müvafiq icra hakimiyyəti orqanı Elm və Təhsil Nazirliyi ola bilir. Ola da bilir ki, regional təhsil idarələri də ola bilir. Məsəl üçün, əgər burada dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilirsə, burada biz nəzərə almalıyıq ki, burada Elm və Təhsil Nazirliyi müvafiq icra hakimiyyəti orqanı kimi götürülür. Burada biz 36-da C-ni seçirik. 37-yə baxırıq. 37-də deyir, təhsil, bunu da aşağı salım, yuxarıda qalıb bu. Bir dəqiqə. Yarısı o yanda, yarısı bu yanda çətin olur. Deyir ki, 37-də təhsil proqramları ilə bağlı bəndlərdən biri doğrudur. Yəni, təhsil proqramı kurikulumu ilə bağlı bəndlərdən biri doğrudur. Təhsil proqramı dövlət təhsil standartlarına uyğun bəzi təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsəlmə qaydalarını müəyyən edir. B-də deyir, təhsil proqramına tədris planı, fənlər üzrə tədris proqramları, metodik təminatla bağlı tövsiyələr, qiymətləndirmə və digər müvafiq təhsil texnologiyaları daxil deyil. C-də deyir, Azərbaycan Respublikasında təhsilin bəzi pillələri və səviyyələrini əhatə edən təhsil proqramları həyata keçirilir. D-də deyir, təhsil proqramlarının yerinə yetirilməsi müddəti yerli icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Y-də deyir, əlavə təhsil, distant təhsil və digər xüsusi təhsil alma formaları üçün müvafiq təhsil proqramları tətbiq edilir. C bəndi deyil mi? Azərbaycan Respublikasının bəzi pillələri, səviyyələr əhatə edən təhsil proqramı. Ya adı ya C. Məncə Y variantı. Məncə A. Məncə D variantı. Yəni, bizim... Məncə də Y. İyin görüm hansıdır? Səməd, belə vaxtımız gedir, 1 saatdan keçib bizim qoşulduğumuz. Deməli, belə Y variantıdır burada deyim də. 37-də Y variantıdır. Ay müəllimə, Y variantı kurikulumu niyə o Y'dir ki? Məryəm xanım, yenə düzgün cavabı səhv çıxartmaya çalışdı. Baxın, təhsil proqramı ilə bağlı bəndlərdən biri doğrudur. Əlavə təhsil, distant təhsil və digər xüsusi təhsil alma formaları üçün müvafiq təhsil proqramlarını tətbiq edilir təhsil proqramı içərisində. Tətbiq edir, bu deyir ki, kurikulumu bəndindən danışsa. Desin də təhsil kurikulum özü təhsil proqramıdır elə. Bilirəm də, təhsil proqramı. Deməli, baxın, 37-də yeni seçirik. Deyir ki, əlavə təhsil, distant təhsil və digər xüsusi təhsil alma formaları üçün müvafiq təhsil proqramları bu təhsil proqramında tətbiq edilir. Yəni, düzgün cavab olaraq biz Y variantını seçirik. 38-ə baxırıq. Təhsilin məzmunu və təşkilinə dair ümumi tələblərdən biri yanlışdır. İndi biz burada yanlış axtaracağıq. Deyir, təhsil alanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq, rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində yaşayıb fəaliyyət göstərmək, ünsiyyət yaratmaq, bacarığı formalaşdırmaq. Sonra deyir, B-də özünə məsuliyyət götürmək, kollegal qərarlar qəbuluna, demokratik təhsil alanların fəaliyyətində və inkişafında iştirak etmək, keyfiyyətlərinə malik, müstəqil, yaradıcı, şəxsiyyət və vətəndaş formalaşdırmaq. C-də deyir ki, təhsil alanların fasiləli təhsil almasını, daim yeniləşən müasir standartlara uyğun gələn biliklərə və dünya görüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etdirilməsi və ömür boyu təhsilin hamı üçün açıq və qeyri-bərabər imkanlı olmasını təmin etmək. D-də deyir, yüksək intellektual səviyyəyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq, bacarığını formalaşdırmaq. Y-də deyir, cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq. Sualda nə deyirdi? Suala qayda təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərdən biri yanlışdır. C variantı müəllimə. D variantı. D variantı. Yəni burada deyir ki, təhsilin məzmunu təşkilinə dair ümumi tələblərdən biri yanlışdır. Burada deyir ki,
Təhsil alanların fasiləli təhsil alması bura yanlışdır. Təhsil fasiləli təhsil almasını, daim yeniləşən müəssisə standartına uyğun gələn biliklərə və dünya görüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etdirməsi və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkan olmasını təmin etmək. Baxın, elə bil variantın başlanğıcından səhv gəlirsə, deməli bu səhvdir də, heç o yana getmək lazım deyil. Bəli, dedik ki, bizdə təhsilimiz fasiləsiz təhsil alırıq da. Bizdə təhsil sistemimiz necə idi? Fasiləsiz idi. Məsəl üçün bizdə bağça həyatı bitir, uşaq gəlir hazırlığı bitirir, bir ibtidai bitirir ümumi orta, ümumi ortadan tam ortaya, tam ortadan keçir ali təhsil müəssisələrindən. Burada nə oldu? Deməli uşaq məktəbə qədər təhsil müəssisəsindən düz gəlir, düz universitet həyatına kimi fasiləsiz şəkildə təhsil alırdı. Burada fasiləsizlik yoxdur axı. Məsələn, uşaq ibtidai bitirib 1-2 il sonra ümumi ortaya keçmir ki, ya yoxdur ümumi ortanı bitirib 2 il sonra tam diqqət etirirsiniz. Deməli bizim təhsilimiz fasiləsizdir burada. Bəli. Burada biz seçirik 38-də C-ni seçirik. Yəni daha diqqətli olanda elə səhv cavab elə özübət qarşınıza çıxa bilər. Burada nədən danışır? Təhsil alanların fasiləsiz təhsil alması. Xeyr, bizim təhsilimiz fasiləli təhsil almır. Bizim şagirdlərimiz fasiləsiz təhsil almaq. 39-a baxırıq. Deyəm bir dəqiqə. Ekran getmədi. 39-da deyir ki, təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərdən biri doğrudur. Öz üzərinə məsuliyyət götürmək, kollegal qərarların qəbulunu demokratik təhsil alanların fəaliyyətində və iştirak etməmək keyfiyyətlərinə malik müstəqil yaradıcı şəxsiyyət və vətəndaş formalaşdırmamaq deyir. B'də deyir ki, təhsil alanların fasiləsiz təhsil almasını, daim yeniləşən müasir standartlara uyğun gələn bilikləri və dünya görüşünə yiyələnməsini, cəmiyyətin tələbatını daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etdirməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkan olmasını təmin etmək. C-də deyir ki, orta intellektual səviyyə və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək, informasiya axınında çevik istiqamət tapmaq, bacarığını formalaşdırmaq. D-də deyir, cəmiyyətin Nədir bu? Yoğurtun. orta səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq. Y-də deyir, təhsil müəssisəsində tədris prosesinin təhsil alanların və təhsil verənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etməmək və təhsil alana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməmək. Sualımız neydi? Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblərdən biri doğrudur. B variantı. B variantı müəllimə. B variantı müəllimə. Son axırdan ikincidir. Bəli, 39-da biz 39-da B-ni seçirik. Bəli, deyir ki, təhsilin məzmununa təşkilinə dair ümumi tələblərdən biri doğrudur. İndi biz burada doğru olanı tapırıqsa, bəli. B-də deyir ki, təhsil alanların fasiləsiz təhsil alması, daim yeniləşən, müasir standartlara uyğun gələn bilikləri və dünya görüşünə yiyələnməsini, cəmiyyətin tələbatına daha səmərəli ödəməsini, şəxsiyyət kimi inkişaf etməsini və ömür boyu təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin edir. Bəli, 39-da biz seçirik B variantını. 40-a baxırıq. 40-cı sualımız o qədər rahatdır ki, gözü yumulu cavab verəcək bir testdir bu. Azərbaycan Respublikasına təhsil alma formalanan biri yanlışdır. Y bəndi. Y variantıdır müəllimə. Deməli, burada biz baxırıq ki, təhsil alma hansı idi, təhsilin forması hansı idi? Bəli, təhsil əyani, qiyabi, distant məsafədən sərbəst eksternat biz dedik ki, təhsil alma formasıdır. Yəni, təhsil alma formalarının içərisində də özəl təhsil deyə belə bir təhsil alma forması yox idi. Biz 40-da Y variantını seçirik, bəli. Testlərimiz bura qədər idi, xanım. Yəni, biz Müəllimə testi göndərərsiniz də. göndərəcəm. 1 saat 17 dəqiqəyə çatdırdıq. Sonra tez-tez oxuyub çatdıra bilim deyə, yəni yarımçıq qalmasın deyə.
göndereceğim. Konu göndereceğim size, işleyin. Sonra cevaplarını atacağım size. Bağışlar müəllim, mən sizə bir sual versəm olar? Bir dakika gözlüyün. Dayanın. Gözlüyün.